Değerli Müslümanlar, hörmətli qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. O Rabbimizin həm bizə, həm bizdən əvvəlkilərə etdiyi bir nəsihətidir. Necə buyurub öz kəlamında, biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və bugün Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisinə toxunacağıq. Səhih, sabit bir hədis. Hansı ki, rəvayət edib İbn Abbas radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmlə deyir ki, ni'mətəni məğbunun fihimə kəthirun minən-nəs. İki neymət var, çox insanlar aldanıb o neymətdə. Və sonra deyir ki, əs-sıhhətə vəl-fərah. Sağlamlıq və boş vaxt. Və hədis də səhihdir. Sabitdir, İmam Buxari rəvayət edib. Ümumən, Allah'ın